Bölgədəki Amerika bazaları tamamilə ləğv edilənə qədər cəza əməliyyatları davam edəcək. Bu barədə Sepahın hərbi dəniz qüvvələrinin məlumatında deyilir. Qeyd olunub ki, Gecək və 4 əməliyyatı çərçivəsində 2 mərhələli hücumda Sepahın hərbi dəniz qüvvələri Birləşmiş Ərəb Əmirliklərindəki Əl-Dəfra hava bazasındakı Amerika qərargahına dəqiq ballistik raket zərbəsi endirib. Zərbələr zamanı erkən xəbərdarlıq radarları, komandanlıq və nəzarət mərkəzləri və bazadakı Amerika terrorçuları üçün toplanma məntəqələri dəqiqliklə məhv edilib. İranın yerli mediası ölkənin qərbində, İlam əyalətinin Eyvan şəhərində Sepah aerokosmik qüvvələrinin üzvünə qarşı hədəflənmiş sui-qəsd barədə məlumat verib. Yerli medianın qeyd etdiyinə görə, ötən gecə Tehrandan həyat yoldaşının ailəsinin evinə gələn Sepah aerokosmik qüvvələrinin əməkdaşı İsrail hərbi hava qüvvələrinin raket zərbəsinə tuş gəlib. Nəticədə 6 nəfərlik ailə üzvünün hamısı həlak olub. Amerikanın Bağdaddakı səfirliyinin helikopter meydançası drona vurulub. Həmçinin səfirliyin damında quraşdırılmış radar sistemi də məhv edilib. Bu da görüntülərdə əks olunub. Gecə boyu İrana hava zərbələri endirilib. Bu barədə sosial mediada görüntülər yayılıb. İslam İnqilabı Keşikçiləri Korpusu Gecək və 4 əməliyyatının 48-ci dalğasını həyata keçirib. Əməliyyatda İsrail və Amerikanın regiondakı hədəflərə qarşı müxtəlif ballistik raketlər və silahlı dronlar istifadə edilib. Bu barədə Sepahın məlumatında deyilir. Qeyd olunub ki, yeni cavab zərbələri dalğası İsraildəki hədəfləri, o cümlədən Qaliley, Qolan təpələri və Hayfanı, eləcə də regiondakı Amerika hərbi bazalarını hədəf alıb. Əməliyyat bərk yanacaqlı, Xeybər Şəkan raketləri, maye yanacaqlı, Qədir raketləri və pilotsuz uçuş aparatları istifadə edilərək uğurla həyata keçirilib. Sosial mediada dünən yayılan Netanyahunun açıqlama verdiyi videonun süni intellekt vasitəsilə hazırlandığı aşkarlanıb. Netanyahu 3 gündür ictimaiyyət önünə çıxmır. Dünən İsrail hökumətindən Amerika ilə danışıqları İsrail Maliyyə Naziri və Xarici İşlər Nazirinin rəhbəri aparıb. Netanyahunun ictimaiyyətdən niyə gizləndiyi bilinmir. Dünən İsrail rəsmiləri ilə danışan Amerika Maliyyə Naziri Bessent də daha sonra Trumpa verdiyi məruzədə titrəyib. İran ordusu PUAlarla Birləşmiş Ərəb Əmirliklərinin Əl-Füceyrə şəhərindəki neft terminalına yenidən zərbə endirib. Qeyd edək ki, İran daha əvvəl də sözgedən ərazidə neft anbarlarını vurub. Amerika təxminən 2500 dəniz piyadasını Yaponiyadan yaxın şərqə göndərir. Bu qərar Amerikanın İranın əsas neft ixrac mərkəzi olan Xarq adasına quru qoşunları yeritməsi ilə bağlı yayılan məlumatlar fonunda diqqət çəkir. Donald Trump daha əvvəl qeyd etmişdi ki, sözgedən ada hərbi prioritetlər siyasında deyil, amma bu fikri dəyişə bilər. İsrail ordusu Təbriz sakinlərindən planlaşılan hava hücumları ilə bağlı təcili xəbərdarlıq edib. Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Çaxal mülki şəxsləri dərhal qeyd edilən ərazini tərk etməyə çağırıb. Yaxın saatlarda İsrail Müdafiə Qüvvələri son günlərdə Tehranda etdiyi kimi İran rejiminin hərbi infrastrukturuna zərbə endirmək üçün ərazidə əməliyyat keçirəcək. Təhlükəsizliyiniz və rifahınız naminə xəritədə göstərilən təyin olunmuş ərazini dərhal tərk etməyinizi xahiş edirik. Bu ərazidə olmağınız həyatınızı təhlükəyə atır.